Bir də uşaqlar belə bir topologiyaya baxırıq. Gördüyünüz kimi burada 2 dənə router var. Routeru daha aydın görəsiniz deyə. Baxın bu R1-dir. Bu R2. Daha sonra switchlər, switch 1, switch 2, 1, 2, 3, 4, 5, 6. Deməli uşaqlar gördüyünüz kimi burada 3 fərqli şəbəkə var. 3 fərqli şəbəkə var. Biri 192.168.1.0.24'dür. Biri 10.10 ortaya koyun bunu. 0/30, diğeri ise 192.168.2.0 şəbəkəsidir. Okay. İndi nə edəcəyik? Deməli birinci PC-lərə daxil oluruq təbii ki. Başlayırıq onlara IP verməyə. PC-yə də təbii ki bunun aid olduğu şəbəkə hansıdır? 192.168.1.0. 168.1.1 veririk təbii ki. Gəlin addım eləyək. 254. 254 həmişə sizin işinizi rahatlaşdır. Ya 254 ya da 1. Daha sonra bir keçirik bu PC-yə. Bunların şəbəkəsi, yəni buradakı PC-lərin aid olduğu şəbəkə 192.168.2.0 şəbəkəsidir. İki. 254 çok verdim. Default gateway PC6 2.1 yazıb düşürəmin məndə 254. Aha, PC-lərin IP-ləri hazır. PC-lərlə heç nə eləməyəcəyik. Yəni biz bu hissə ilə qutardıq. İndi keçirik switch 1-ə. Switch 1-də nə edəcəyik? Enable configure terminal. Deməli switch 1-də username password yaradacağıq, telnet qoşacağıq və bu gün sizə SSH qoşmağı da öyrədəcəm. Daha sonra interface VLAN-a IP verəcəyik. Bayaq dərsimizdə öyrətdim. İndi daxil oluruq. Birinci username və password yaradırıq. Username ləman, password ləman. Yəni qısaca belə bir şey elədim. Sonra service password encryption elədim ki, visionerlə şifrələnsin. Daha sonra girirəm interface olan 1. Fərqi yoxdur. Bitişik də yazsız olar, belə ayrı da yazsız olar. Yazırsınız no shut. No shutdown komandasıdır. Yəni bu no və bu komandadır. Sadəcə no şığı yazanda, yəni şığı yazanda artıq no shutdown olur. Yazırıq IP adres 192.168.1. Artıq buradakı kompüterlərə 1, 2, 3 verdiyimiz üçün switch'ə veririk 4. 4. Sonra subnetini yazırıq. 0. 14 yazmışam. Baxın 168.14. 1, 4 yaxa 14. Okay. Exit. Daha sonra yazırıq line BTI 0. Login local. Demişdik login local nə üçün lazım bizə? Login local bizə onun üçün lazımdır ki, yəni biz switch'ə müraciət edirik ki, ay login local, daha doğrusu ay switch, mən login local ona görə yazıram ki, mənim səndə konfigurasiya elədiyim username və passwordu telnetlə qoşulanda məndən tələb elə. Yəni PC-dən qoşulanda məndən tələb elə. Login local, sonra yazıram transport input telnet. Okay, əla. Burada bir dənə baxın WR yazırsınız. Bir də copy running config startup config eləməyə heç cür ehtiyac yoxdur. Switch 1-dən çıxdınız. Və switch 1-in buradan hər ehtimala gigabit 0 bir qolunu da no shut verək ki, o tərəfdən yaşlı olsun. Buraya siz WR çıxdınız. Keçirik digər switch'ə.
Bunlar artıq qısaca konfigurasiyalardır. Enable, configuration terminal. Daha sonra username'imizi yaradırıq. Lemon, password, lemon. Düşürük aşağı. Service password encryption. Boş, iyi lazım değil. Daha sonra interface. Yəni bir interface yazmayı, int yazsaz bəsdir. Hər ehtimal sizə görə yazım. Volan 1 no shot IP adres 192.168. Artıq bura 2.0 şəbəkəsidir. Bura 2.0 şəbəkəsidir və bura bu 2.0 şəbəkəsindəki bu 2.1-dir, bu 2.2-dir. Bu da 2.3 olduğu üçün switch'ə də veririk 2.4 IP-sini. 2.4. Subnet maskını yazarıq. Düşdük aşağı. Exit. Yazırıq line VTI 0. No shotdan yazırıq. Login lokal. Dediyi login lokal nə üçün? Login lokal müraciət eləyir ki, mən PC-dən switchdəki telnetə qoşulanda məndən bu username ilə passwordu tələb elə. Login lokal o komandadır. Sonra yazırım transport input telnet. Okay. Hər ehtimal bunun interface gigabit 01 qolunda aktivləşdirək. Exit elədik. WR yazdıq. Konfigurasiyalar yadda saxlananda sonra daxil oluruq router'a. Təbii ki, router'da yazıram enable configuration terminal. Daha sonra birinci təbii ki username lemon, password lemon, password L. Olsun, passwordumuz L hərfi oldu. Zərəli yoxdur. Yazıram service password encryption. Daha sonra yazıram interface gigabit 0 0. Yəni bu hissə 0 R1-in 00 qolu. Yazıram no shot. Gördünüz, yaşıl rəngi oldu. R1-in 00 qolunun birləşdiyi şəbəkə hansıdır? 192.168.1 0. Biz də demişik ki, default gateway verir. Yazırıq IP adres 192.168.1.254 və onun subnet maskı. Daha sonra bunu bir exit veririk. Daxil oluruq interface gigabit 0 1 qolu. Yəni R2 ilə birləşdiyi qol 0 1. No shutdown. Yazıram IP adres. Bu aralıqda verilən IP-lər 10.10.1 ilə 10.10.2-dir. 10.10.1. Artıq burada 2 routerdir bu şəbəkədə, yəni bu qoyulan şəbəkədə. Ona görə burada default vermir. İstifadə olunan ilk IP ilə son IP-ni vermək mümkündür. Sonra subneti yazırıq. /30 olduğu üçün 252 yazırıq. Sonra exit eləyirik. Yazırıq line VTI 0. Login local transport input telnet exit. Transport input telnet yazımız exit elədik. Yəni telnet quraşdırıldı burada. Və bunu exit eləyib yar eləyirik. Daha sonra daxil oluruq R2-yə. Yazırıq enable configuration terminal interface gigabit 0 0 qolu, yəni bu hissəsi baxın 0 qolu. No shutdown. Gördünüz, yandı. Proje oldu yaşıl rəng. Buranı da bayaq no shut eləyəndə yanmışdı. Yazırıq IP adres 192.168.254 çünki 254 şəbəkəsində bu da subneti. 2/24 nədir? Exit. Sonra yazıram interface gigabit 01 router 1-ə qoşulduğu qolu. No shutdown. Gördünüz, ikisi də yandı. Yazıram IP adres 192 yox, ondandır. 10.10.2 255 çünki /30'dan. Yazıram exit. Düzdür. Hər şey okeydir də, düzdürmü? Exit. PR eləyib adda saxlayıram. Daxil oluram PC-yə. Birinci PC-mdən
öz yanımdakı PC-mə ping atıram. 192, 168, 2, 3 atıram. Görürəm ki, ping gedir. Biz bir switchə qoşulmuşuq da. Bu switchimizi atıram. Ping 192, 168, 2, 4. Görüm gedəcəyimi? Aha, getdi. Daha sonra routera ping atıram. Ping 192, 168, 2, 254. Aha, getdi. Öz routerımızdır. İndi router 1 atıram. Ping 192, 168, 1, 254. Aha, unreachable. Ona görə unreachable ki, uşaqlar. Baxın, burada ayrı şəbəkə var. Burada ayrı şəbəkə var. Burada ayrı şəbəkə var. Mən buradan, baxın, bunu belə izah edəcəm sizə. Baxın. Burada biz az öncə, yəni bayaqları PC4-ə daxil olduq və PC6-ya ping atdıq. PC4-ün IP-si bir dəqiqə. PC4-ün IP-si 2.1 idi. Bir dəqiqə. Bunu buraya yerləşdirək. İki bir. Bu 2 2 1 2 3. Bunu yazıram ki, orada pislərin nömrələri qarışıqdır çünki. Okay. Bu da 2 1'dir. Biz bayaqları 2 1'dən öz switchimizə atdıq. Qələmdir də, bunu bir eləyir ki. Aha. Öz switchimizi atdıq, getdi. Buradan öz switchimizi atdıq, getdi. Öz routerumuzu atdıq, getdi. Amma 2 1'dən R1'ə ping atdıq, getmədi. Bilirsiniz niyə görə? Çünki bu R1. Bu şəbəkəni tanıyır. Bu şəbəkəni tanıyır. Amma R1 bu şəbəkəni tanımır. Çünki R1'in qoşulu olduğu şəbəkə 192, 168, 1, 0, 24'dür. Bir də 10.0/30'dur. O bu şəbəkəni tanımır. Həmçinin router 2 üçün də qoşulu olan şəbəkə 10.0/30, 192, 162, 0'dır. Router 2 də bu şəbəkəni tanımır. Aydındır? Bu ikisinin ortaq tanıdığı bir şəbəkə varsa, o da bu şəbəkədir. İndi bu routerlara bu şəbəkələri tanıtmaq lazımdır. Həmçinin biz, baxın, bu PC-dən burada bizim switchimizə də ping atsaq gedir. Bundan da bura ping atsaq gedir. Bundan da bura ping atsaq gedir. Həmçinin bunlardan bir yerdə R1'ə də ping atsaq gedir. Amma bunların lüboyundan R2'ə ping atanda getmir. Bu PC-dən də R2'ə ping atanda getmir. Çünki bunların, bu PC-lərin qoşulu olduğu şəbəkə budur və bunlar R1'i tanıyırlar. Baxın. PC, baxın, gəlir PC-dən məsəl üçün ping atıram R2'ə də, tutaq ki, düzdür. R2'ə ping atıram. PC birdən atdığım ping gəlib birinci çatır switch'ə. Switch'dən çatır R1'ə. R1'dən bax getmək istəyir, gedə bilmir. Birazdan simulation'dan onu göstərir, gedə bilmir. Çünki bu gəlib çatır ha bura. Bu şəbəkəni tanımır axı. Gəlib çatır, bu X olur. Bu gedib buradakı PC-yə ping ata bilmir. Buna görə
biz hər bir routera onun qoşulu olmadığı, onun directly connected olmadığı şəbəkəni tanıtmalıyıq. Ona görə daxil oluruq bura. Daxil oluram R-ə. Və bunun öz komandası var. Yazıram ki, configure terminal, yazıram IP root, yəni routing elə. IP root R1. Hansı şəbəkəni tanımır R1? 192-ni tanıyır, 168.1.0-ı tanıyır, buranı tanıyır, bu hissəni tanımır. Yazıram IP root 192.168.2.0/24 yazmıram. Həmin şəbəkənin subnetini yazıram. 255.255.255.0 şəbəkəsinə getmək üçün gəl R2-dən keç. Axı R1 bura gəlmək üçün marşrut kimi R2-dən istifadə edir. R1 192.168.2.0 şəbəkəsinə gəlmək üçün R2-ni görür. Yəni gəlir buradan keçir. Ona görə də R1-in R2-yə qoşulu olduğu qolundakı IP-ni yazırıq. R2-nin IP-sini yazırıq. Yazırıq 10.10.2. Axı bayaq R2 10.12 verdi. Okey, bu əla. R1-in bir tanımadığı şəbəkə var idi. Onu tanıtdıq, vırı verdik, çıxdıq. İndi daxil oluram R2-yə. Həmçinin R2-də də eyni komandanı yazıram. Yazıram configure terminal IP root 192.168. Gördüyümüz kimi R2-də 192.168.2.0 və 10.0-ı tanıyır. Onun tanımadığı şəbəkə budur. 168.1.0.255.255.255.0 şəbəkəsinə getmək üçün gəl R1-dən keç. R1-in də həmin qoldakı IP-si 10.1-dir. Okey, exit vırı. İndi görək. Ping gedirmi? PC-lərdən. Yazıram ping 192.168.2.1. Aha, 2.1-ə yenə getməyəcək. Bunun səbəbi isə başqadır. Görürsünüz 2.1-ə getmə. Daha doğrusu getdim. 2.1 hansıydı? Buradakı idi. 2.1 getdim. Hə, o telnetlə qoşulmalıydı. 2.1-dən getdim. Daha sonra baya yazıram ping 192.168.2.3. Bala. Getdi. İndi bunu ping yazıram 192.168.2.254. Oradakı routerun IP-sini atdım. Gördünüz, getdim. İndi bu routerda telnet konfigurasiya eləmişdim, düzdür? Gəlin ona qoşulaq. Telnet. Mən öz-özümə izah eləyirəm. Açıq imiş, rekord edə bildim. Telnet 192.168.2.254. 254-dəki telnetə qoşuluram. Bir dəqiqə. 192.168.2.254. Aha. Buradan qoşula bilmirsiniz. Bilirsiniz niyə? Çünki switchlərinizin default gateway'ləri yoxdur. Daxil oluruq. Switchimizin IP-si var, amma switchimizin default gateway yoxdur. Yazıram configure terminal, yazıram IP default gateway 192.168.1.254. Yəni bu şəbəkəmizin default gateway nədirsə, onu yazıram. Sonra yazıram exit WR, çıxdım. Daxil oluram switch 2-yə. Əzdən yazıram enable configuration terminal. Sonra yazıram IP default gateway 192.168.2.254. Yəni həmin şəbəkənin IP-si onu yazıram, vurur, çıxdıq. Okey, indi daxil oluram PC1-ə. Birinci daxil oluram command prompt'a, düşürəm aşağı. Yazıram ki, telnet 192.168.1.4. Buradakı switchin telnetinə qoşulmaq istəyirəm. Axı biz burada telnet konfigurasiya eləmişdik. Gördünüz, username lemon. Neyse, yanlış yazdım. Hə, L qoymuşdular kodu, L. Gördünüz? PC1-dən switchdəki telnetə qoşulduq. Necə qoşulduq? Onların default gateway'ləri vasitəsilə. Yəni, sən bir şəbəkədəki, yəni bax 192.168.1.0/24 şəbəkəsindəki PC-dən 192.168.2.0 şəbəkəsindəki switchə telnetlə qoşulmaq istəyirsənsə, onda belə qoşulursan. Switchlərə IP default gateway daxil edirsən. Və bəli, qoşuldu. Həmçinin digərləndi. Məsələn, bu
Bu nədir? Bu 2-3'dür də, düzdür. Buna yazıram. Telnet 192 168 yazıq 1254. Gördünüz? Router'ın için yazdım. Şu. Bir tane qaldı SSH konfigurasiya. Bu routing idi.